Təşəkkür edirik. Çıxış üçün sözü verirəm 6-cı çağırış Milli Məclisin deputatı, əməkdar mühəndis İltizam Yusifova. Əziz tədbir iştirakçıları, xanımlar və cənablar, dəyərli dostlar, hər birinizi ilk öncə salamlayıram bir daha və hər birinizə də öz şəxsimdə uğurlar arzulayıram. Gözəl bir gecə, çox bir gözəl, qısa bir müddətdə böyük bir zövq aldım. Demək, təşkilatçılar əsas Adil müəllim, Səməd Vəkilov çox böyük bir harmoniya yaradıblar. Ekologiya, yaşıl dünya, neft, musiqi. Çox böyük bir harmoniyadır. Mən də çalışacağım qısa sizə bir həm neft, ekologiya və musiqi ilə bağlı qısaca bir bilgi verim. Və bunları ruslar demişkən sinkronizirovat və qarmonizirovat eləyək. Demək, bu cür möhtəşəm musiqiləri eşitdik. Bəni indi təqdim elədilər mühəndis kimi, bəli, elmi dərəcə və mən həm də bir musiqi təhsilim var. Demək, hərdən isti gələndə Ulu Şəhriyarın bir tarım mənim şeiri var. Sızlayır əhvalıma, sübhə qədər tarım mənim, təkcə tarımdır, qara günlərdə dildarım mənim. Mən də hirslənəndə, nəsə işim düz getməyəndə gəlib bir hirsimi tara tökərdim. Və mənim təxminən 45 il bundan əvvəl bitirdiyim Əli Bayramlı Musiqi Məktəbinin direktoru, hörmətli professor Nazım müəllim, salamlayıram Nazım müəllim sizi, bugün buradadır. Doğrudan da bu cür mən hesab edirəm musiqisi olan bir xalq basılmazdır. Bu cür mədəniyyəti olan bir xalq basılmazdır. Mən yenə də o keçmiş xatirəmi gətirəcəm musiqi məktəbinə. Balaca uşaq idik. Bizenin Carmen operasından üvertüra. Ben bu yaxınlarda o üvertüranı Üzeyir Hacıbəyovun Arşın Malalanda elçilik üvertürası ilə üzləşdirmişəm bu yaxınlarda. Nə qədər möhtəşəm Üzeyir Hacıbəyov. Yəni mən musiqimizin üstünə gətirmək istəyirəm. Möhtəşəm. Bizə işi deyil, Carmen işi deyil, Böyük Üzeyir. Yəni o Üzeyir məktəbindən qidalanan bu müasir, belə deyərdim, o fundamental Azərbaycan musiqisinin bir yetirməsi də Bəhram Nəsibov. Bəli. Və mən başqa Mahirə xanımın sözünə biraz dəstək verərdim. Deyir, hanı bu duzu istiyotu, o bir aerobikanın, hanı bəs bu televizorda bu mahnılar? Mən o gəlin mahnısını indi yəqin ki, axşam onu məşq eləyəcəm. O qədər yatdı, çox gözəl. Siz təsəvvür eləyin, hanı bu musiqilər? Yəni, çox əfsuslar olsun, çox əfsuslar olsun. Amma bu cür bu tədbirin bir məsələyə də qaydacam. Mən Səməd müəllimə və Adil müəllimə bir daha təşəkkür edirəm. Mən Səməd müəllimin ümumiyyətlə bu cür təşkilatçılıq məsələlərində bir yaxınlarda təxminən 5-6 ay bundan qabaq bir tədbirində də iştirak elədim. Abbas Zamanova. Və mən onda bu kişi ilə bir savaşdım da ki, siz niyə belə edirsiniz? Bunu bütün Azərbaycan tanımalıdır. Bir balaca bir yerdə biz bunu elədik, akademiyada, hardasa. Amma insanlar bunu bilmir axı. O cümlədən də bu aiddir Bəhram Nəsibova. 300-dən artıq təsəvvür edin. Biz o mahnıların çoxun xalq mahnısı kimi bilmişik. Amma mən yenə də deyirəm, Niyaməddin Musayevin oxuduğu Dilkəş təsnifi eləmi? Deyinlərdə də Şahnaz təsnifi. Yəni biz onları xalq mahnıları kimi bilmişik. Amma hələ biz musiqi təhsili ola-ola. İndi görün başqaları nə haldadır. Və mən digər bir tərəfə də gətirəcəm. Bilirsiniz ki, bu il gözəl bir harmoniya yaratdınız. Ekologiya, bəli, musiqi qəlbin ruhudur. Bəli, qəlbin
Və biz bilirsiniz ki, bu cür mədəniyyəti, bu cür musiqini dünyaya təqdim edən bir ölkə, bir xalq. Təsəvvür edin, bu yaxınlarda biz öz kimliyimizi bərpa etdik. Biz öz ərazi bütövlüyümüzü bərpa etdik. Ali Baş Komandanın rəhbərliyi altında xalq olaraq dünyaya sübut etdik. Biz kimik? Mən hesab edirəm ki, biz milli kimliyimizi sübut etdiyimiz kimi o milli mədəniyyətimizi də sübut etməli. Bu fundamental bir mədəniyyət. Fundamental bir mədəniyyət. Alim Qasımov Amerikada, Fransada oxuyur, Fransız alimi başa mı düşür? Xeyr, musiqini başa düşür. O musiqinin çalarların, notların başa düşür. Və bu cür musiqini dünyaya təqdim edən bir xalq, o cümlədən bu nefti də dünyaya təqdim edib. 1846-cı ildə Bibi Heybət. Və Bakı, tək Bakı olmayıb neft mədənləri. Biz bugün müasir Azərbaycanda desək, neft Azərbaycan düşünürük Bakı. Xeyr. Azərbaycan bir Bakıdan, bir indiki 86 min kvadrat kilometrdən ibarət olmayıb. Azərbaycan bir ucu Kərkük, bir ucu Əfqanistan, bir ucu Dərbənd, bir ucu İsfahan. Azərbaycan çox böyük olub. Siz təsəvvür edin, Herodot bizim eramızdan əvvəl, 500 il əvvəl Kərkükdəki yanardağdan, yəni biz yanardağ deyəndə Suraxanını başa düşəcəyik. Amma bugün gedib Paiskovi sistemlərdə axtarsaq Suraxanını tapa bilməyəcək. Amma Kərkükü tapacaq. Kərkükü bizim əlimizdə 1733 2-ci Bəyazid və Nadir Şahın vaxtında gedən Azərbaycanlılardır. Kərkükdə yaşayan bütün İraq xalqı bugün də Kərkükdəki yanardağa, üzr istəyirəm sözümə görə, demək, oğlan uşağına görə bir qurban deyirlər. Qurban deyəndə oğlan uşağı olanda gedib baba qurqurda qurban kəsirlər yanardağda. Yəni bu xalq çox böyük olub. Bunun nefti də necə deyirlər, dünyaya təqdim edən bu ölkə olub. Və bu ölkə bugün də Yaşıl Dünya naminə COP29-a hazırlanır. Və biz bu tədbiri də çox, həddən artıq çox sevindiricidir ki, bu COP qabağı keçiririk. Bu da bir önəmlidir. Bilirsiniz ki, ölkəmiz böyük bir tədbirə ev sahibliyi eləyəcək. Mən hesab edirəm ki, biz Azərbaycanı bir daha dünyaya təqdim eləyəcəyik və mən hesab edirəm ki, Azərbaycan xalqı və bu cür dünyanı narahat edən məsələlərdə öndə getdiyi kimi öz mədəniyyətinə də sahib çıxacaq, mütləq çıxacaq. Var olun, hər birinizə uğurlar arzulayıram, sağ olun. Təşəkkür edirik, minnətdarıq.